Salam dostlar. Əliyevlər ailəsi metrodan qazandıqları barədə danışacaq. Biraz qəliz, biraz rəqəmlərlə olan məsələdir. Amma hər şey hamımıza gül kimi aydındır. Sizdən də xahiş edirəm ki, bu videonu paylaşasınız, kanalıma abunə olasınız. Abunə olasınız ki, Azərbaycan hakimiyyətinin, Əliyevlər ailəsinin oğurluqlarından, cinayətlərindən hər kəsin xəbəri tutsun. Bir Bakı metropoliteni açıqlama verib. Açıqlama verib ki, il ərzində 139 milyon 616 min manat zərərlə işləyir. Əslində bu zərər deyil. Əslində bu Əliyevlər ailəsinin metrodan oğurladıqlarıdır. Bu il Əliyevlər ailəsi metrodan əldə etdiyi xalis gəlirin miqdarı 139 milyon 616 min manat oldu. Ümumilikdə isə Əliyevlər ailəsi 1993-cü ildə hakimiyyəti zəbt etdikdən bu günə qədər metrodan qazandıqları 6 milyard manatdan çox oldu. Bunu mən demirəm. Bunu Bakı metropolitenini qapalı tipli səhmdar cəmiyyətinin hesabatında göstərdi. Hesabatda göstərdilər ki, güya metropoliten 139 milyon manat zərərlə işləyir və ümumilikdə 3 milyard manatdan çox zərəri var. Bu mümkün deyil. Niyə mümkün deyil? Bakı böyük şəhərdir. Bakı metropoliteni işlək metropolitendir. Hamınız görürsünüz, hər gün videolar yayılır ki, Bakı metropolitenində basa-basla adamlar bir-birinin üstünə çıxır az qalasa. Bir-birinin belində yol gedirlər. Gün ərzində metro ağzına kimi doludur. Amma bunlar utanmazcasına elan edirlər ki, 139 milyon manat zərərlə işləyir. Bütün dünyada metropoliten, bütün dünyada metro xeyirlə işlədiyi yerdə Əliyevin metrosu zərərlə işləyir. Əslində zərərlə işləmir. Bakı metropoliteni dünyada gəlirlə işləyən metropolitenlərdən biridir. Böyük şəhər, çoxlu sərnişin. Çünki bizdə metroya alternativlər də azdır. Tramvay xətləri yoxdur bizdə. Avtobus xətləri çox bərbad vəziyyətdə işləyir. Basa-bastı, nə bilim, tıxaclardır yolda. Ona görə insanların, Bakı əhalisinin böyük əksəriyyəti metrodan istifadə edir. Alternativlər olmadığını görə. Tramvay yox, trolleybus yox. Bu şəhər ətrafı qatar, elektriçka dediyimiz qatarlar yox. Bunların hamısını Əliyev rejimi məhv edib, dağıdıb. Bir avtobuslar qalıb. Avtobuslar da gün ərzində Bakıda tıxacda qaldıqlarına görə insanlar metroya üstünlük verirlər. Metrodan istifadə edirlər. Azərbaycan, Bakı sakinlərinin mütləq əksəriyyəti 60%-i ən azı metrodan istifadə edir. Bakı metrosu milyardlarla pul qazanmağına baxmayaraq ilin axırında deyirlər ki, zərərlə işləyir. Bunlar oğurluğun statistikasını verirlər. Bax, bu il açıqladığı 139 milyon bunlar zərərlə işləyiblər dedikləri, o 139 milyon manat pul Əliyevlər ailəsinin metrodan qazandıqlarının bir hissəsidir. Bir hissəsidir. Ümumilikdə 3 milyard manat Bakı metropoliteninin zərəri var. Yalansa gözünüzə 3 milyard ədəd şiş batsın. Siz 3 milyard puludan 3 dəfəsindən də artıqını mənimsəmisiniz. Və 3 milyard da borc yazmışsınız Azərbaycan xalqının belinə. Bütün sahələrdə belədir. Bizdən kasıb ölkələrdə, Ermənistanda, Gürcüstanda, dünyanın heç bir yerində metro zərərlə işləmir. Əksinə, metro xeyir gətirən, metro pul gətirən sahədir. İstanbul metrosu, İstanbul Bələdiyyəsində milyardlar qazandırır İstanbul Bələdiyyəsində. Nə oldu? Bakı metropoliteni ziyanla işləyəsi oldu. Elektrik ucuz başqa ölkələrə baxanda, maaşlar aşağı başqa ölkələrə baxanda, bilet də kifayət qədər baha qiymətdir. Niyə zərərlə işləyir? Zərərlə işləmir. Bu miqyasda, milyardlarla manat miqyasda oğurluğu ancaq Əliyevlər ailəsi edə bilər. Və bu ildə, ilin sonunda Bakı metropoliteni bu oğurluğun hesabatını verdi. Və bu oğurlanan pulun bir qismidir. Bizim beynimizə zərər yazdıqlarıdır. Və sizə əminliklə deyirəm ki, hər il Əliyevlər milyardlarla manat Bakı metrosundan pul qazanır. Dostlar, kanalıma abunə olun, paylaşmağı unutmayın. Başqalarına da abunə olmağı tövsiyə edin. Bu ona görə lazımdır ki, Əliyevin belə oğurluqları, belə
talanı barədə biz Azərbaycan vətəndaşlarına, Azərbaycan insanına məlumat çatdıra bilərik. Çalışacağıq ki, bu məlumatlar tez-tez olsun, hər gün olsun, davamlı olsun. Və siz də bizə bu yolla dəstək verirsiniz ki, abunə olursunuz və bu videoları paylaşırsınız. Sağ olun.